Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Sual verilir ki, insan elm tələb etməyə birinci nədən başlamalıdır? Elmə həvəsinin olması üçün, elmin yadda qalması üçün nə etmək lazımdır? Elmdə niyyəti necə düzəltmək lazımdır? Yəni, elmə başlamazdan əvvəl elm tələb etməyin ədəblərini öyrənməsi daha mühümdür. Çünki yəni sələflər elm verməzdən əvvəl ədəb verərdilər. Yəni müəllim tutduqları kimi müəddib də tutardılar. Yəni ədəb verən. Və buna görə də birinci insan ədəbə yiyələnməlidir ki, öyrəndiyi elmin faydası olsun, bəhrəsi olsun, bərəkəti olsun, xeyri olsun. Əgər ədəbə yiyələnmədən insan elm öyrənərsə, çox vaxt o elmin bir faydası, xeyri, bərəkəti olmur. Və buna görə də alimlər deyir ki, ortada baş verən problemlərin də başlıca səbəblərindən biri ədəbsiz, ədəbi öyrənmədən, ədəbə riayət eləmədən elmin öyrənməsidir. Və ədəblərin başında da ixlas durur. Və sualda keçir ki, ixlası necə düzəltmək olar? Ən birinci insanın yiyələnəcəyi ədəb, ixlas olmalıdır. Və ixlası da düzəltmək üçün insan birinci onun fəzilətini bilməli və ikinci də onu tərk etməyin zərərlərini bilməlidir. İmam Əhməd Rahiməllahdan soruşulduğu zaman Məl-ixlasu fil-ilm, elmdə ixlas nədir? Elmdə ixlas nədir? Deyir ki, ən tərfəl cəhlə ən nəfsik, özündən cəhaləti qaldırmaq. Yəni, insan ayələr oxuduğu zaman və həmçinin hədisləri öyrəndiyi zaman birinci özündən keçirməlidir. Özündə olan cəhaləti aradan qaldırmağa çalışmalıdır və Rəbbinə etdiyi ibadəti bəsirətlə elm üzərində yerinə yetirməsi üçün. Sözsüz ki, ixlası da əldə etmək çox ağırdır, çox çətindir. Hətta Daraqutni Rahiməhullah deyir ki, Təalləmnəl ilmə li qeyrilləh, fəəbəl ilmə ən yəkuna illə lilləh. Yəni, biz elmi Allahdan başqası üçün öyrənirdik. Amma bizim öyrəndiyimiz elm bizim niyyətimizin düzəlməsinə səbəb oldu. Yəni, ona görə düzgün elm öyrənməkdə insan davam edərsə, niyyətinin düzəlməsinə səbəb olur. Çünki hər dəfə insan elmi, ixlasın fəzilətinə eşitdiyi zaman və həmçinin ixlası tərk etməyin zərərlərini bildiyi zaman ixlası öyrənməsinə, əldə etməsinə səbəb olur. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Mən təalləmə ilmən mimmə yubtəğa bihi vəcihullah لا يتعلمه إلا ليصيب به عرضا من الدنيا لم يرح رائحة الجنة. Əgər bir insan Allahın rızası qazanılan bir elmi dünyavi məqsəd üçün öyrənərsə, cənnətin iyini belə almaz. Yəni, bu cür təhlükəli hədisləri eşitdiyi zaman insanda qorxu yaranır ki, əgər elm öyrənib cəhənnəmi qazanacağamsa, onda elmi nə üçün öyrənirəm? Deməli, elmi öyrənməməkdə, cahillikdə məzəmmət olunub, amma elmi başqa niyyətlər üçün də öyrənməkdə qınanılıb və ona görə insan üzərinə düşən elm öyrənmək və niyyətini hər dəfə düzəltməyə çalışmasıdır. Və Süfyan Rüssəvi Rahiməhullah deyir ki, Mə aləcdu şeyən əşəddə aleyhi min niyyəti. Mənim müalicə etdiyim işlər içərisində, müalicə etdiyim əməllər içərisində ən ağır, ən çətin müalicə etdiyim niyyətim oldu. Niyə? Çünki hər dəfə düzəldirəm, çevrilir. Düzəldirəm, yəni başqa bir formada çıxır, bitir. Və hətta İmam Əhməd Rahiməhullah ondan soruşulduğu zaman Ətəalləmtəl ilmə lilləh, yəni elmi Allah üçün öyrəndin və deyir ki, əməlilləhi fəəziz, yəni o ki qaldı Allah üçün, bu çox ağır məsələdir, çox çətin məsələdir. Fəşeyun hubbibə iləyyə fəaltuhu, mənə sevdirilən bir iş oldu, ona görə onu öyrəndim. Yəni o cür imam demədi ki, mən Allah üçün öyrəndim.
yəni bir işi həqiqətən Allah üçün sırf 100% yerinə yetirmək, yəni ağır məsələdir və ona görə də insan onu doğrultmağa çalışmalı. Hər dəfə qəlbinin niyyətini yoxlamalıdır və bir işdə ixlas olarsa, o işdə xeyir, bərəkət olar və həmçinin də insan ölənə qədər elm öyrənməsinə səbəb olar. Amma ixlas olmadığı zaman insan 1 il, 2 il öyrənir və sonra elm öyrənməyi tərk edir. Çünki ixlas öz üzərindən cəhaləti qaldırmasıdır. Yəni insanın ölən günə qədər bilmədiyi şeylər var, cəhaləti qaldırmağa ehtiyacı var. Və ona görə ixlas olduğu zaman ölən günə qədər insan artıq elmi öyrənir, elmdə davamiyyətli olur. Və bundan sonra nəyi öyrənməlidir? Sözsüz ki, insan ən çox önəm verəcəyi məsələ Quran olmalıdır. Peyğəmbər s.ə.v-in sünnəsi olmalıdır. Onu daha çox əzbərinə fikir verməlidir. Və sonra alimlərin müəyyən qoyduğu qaydalar var. Uluhiyyət tövhidində deyirlər ki, birinci 3 əsasdır, sonra 4 qaydadır, sonra kitab-ı tövhiddir. Bunları öyrənməsidir. Sonra şübhələrin kəşfi kitabıdır və əqidə mövzusunda isə Lüm'atul Etiqaddır, yəni vasıtiyyədir, sonra İbn Teymiyyə rəhməhullah kitablardır bunlar, Həməviyyə və sonra Tədmuriyyədir. Və o ki qaldı, hədis elmində isə Ümdətul Əhkamdır, hansı ki fiqhlə bağlı hədisləri öyrənmək istəyirsə, Ümdətul Əhkam, sonra Buluğul Maram İbn Həcərin və sonra Muntəqa kitabıdır və bu qurtaranlar üçün Muntəqa Məcd İbn Teymiyyənin babasının kitabıdır və bunu öyrənməsidir. Və elm öyrənərkən də əsas diqqət yetiriləsi məsələ, az-az götürərək onu çox təkrarlamasıdır. Az-az götürərək çox təkrarlamasıdır. Əgər insan birdən-birə çox öyrənmək istəyərsə, o unudacaq və onda qalmayacaqdır. Və necə ki, Zuhri rahimehullah deyir ki, mən raməl elmə cümlətən zəhəbə anhu cümlə. Kim elmi birdən-birə götürmək istəyərsə, elm ondan birdən-birə də gedər. İnnəmə yutlabul ilmu bimarril əyyəm və ləyəli. Yəni, elm günlərin və gecələrin keçməsi ilə öyrənilir. Deməli, elm ağırdır, elmi davamiyyət olmalıdır və çoxlu insan onu təkrarlamalıdır, oxumalıdır. Hətta o vaxtı Buxar rahimehullah deyirlər ki, çünki onun hafizəsi olduqca güclü idi. Yəni, sən hansı dərmanları qəbul edirsən ki, bu cür elm öyrənirsən və hafizən güclü olur və o dərmanlar da bizədir, biz də onları qəbul edək və deyir ki, mən çoxlu oxumaqdan başqa bir şey bilmirəm. Yəni, o cür imam bəzən öz qohumlarına, ailəsinə məktub yazdığı zaman onların adlarını unudardı. Amma burada isə, hədis elmində isə minlərlə kişilərin, isnadda olan, sənəddə olan kişilərin adlarını əzbər bilərdi. Ona görə insan elmə yönələrsə, boş-boş şeylərdən insanın uzaq olmasına səbəb olur. Çünki elmin öz ləzzəti var, bərəkəti var, elm ağırdır, onun üçün insan çalışmalıdır, boş vaxtını keçirməməlidir. Və o ki qaldı, digər məsələlər, asandır, çox vaxt insanlar o məsələlərə yönəlir. Xüsusən bəzən təkfirçilər, kafir, tağut və ya bəziləri də hizbi, sələfi, bu kimi şeyləri etmək asan məsələlərdir. Elm ağır olduğu üçün insanlar elmə yönəlmir. Bu cür məsələlərə asanlıqla yönəlirlər. Asan olduğu üçün buna daha çox yönəlirlər. Allah Teala iştifadan etsin. Sözsüz ki, bu barədə digər dərslər də var, kitablar da yazılıb. İnsan gərək onlara müraciət etsin.